Masallıda Zəfər günü münasibəti ilə ağac əkmə aksiyası keçirilib. 7 noyabr 2025-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü münasibəti ilə rayonun Sərçivar kəndində ağac əkmə aksiyası təşkil olunub. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədirləri, idarə və müəssisə rəhbərləri, eləcə də media nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbənin önəmini bir daha vurğulamaq, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək və təbiətin mühafizəsinə, yaşıllaşdırma işlərinə töhfə vermək olub. Tədbir çərçivəsində 450 ədəd müxtəlif növ ağac əkilib, əkilən ağacların qulluq və qorunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Masallıda həyata keçirilən bu ekoloji aksiya həm Zəfər gününün mənəvi dəyərini əks etdirir, həm də rayon ərazisində abadlıq və yaşıllaşdırma istiqamətində aparılan işlərin davamı kimi qiymətləndirilir. Buranı əkirik. Bax deyirəm, 50 santim, 50 santim, vaxt gələnir buranın hamısını bağ eləyərik. Onlar şəhidlər xiyabı. Bizdən sonraki gənclərdən nümunə götürər. Bayaq dedim ha, doğrudur. Həyat məktəbdir da. Biz necə öyrənmişik, onlar da öyrənər. Biz ona görə eləyirik ki, tək ona görə yox ki, bu bizim görəvimizdir, dövlət qulluğundayıq. Yox, həm də biz valideynik, biz atayıq, biz babayıq, biz uşaqlara nümunə olmaq. Doğrudur. Tikmək, qurmaq, yaratmaq bizə ulu babalarımızdan, əzdadlarımızdan, rəhbərlərimizdən qalıb. Allah prezidentimizi, vətənimizi qorusun, Allah şəhid valideynlərinin canını sağ eləsin. Amin. Burada olmayanların da Allah hamısına səbr versin. Şəhidlərimizin hamısının müqəddəs ruhu qarşısında dəfələrlə baş əyirik. Onların əziz xatirəsinə ehtiramımızı bildirdik bu ağaclarla. Hərəmiz bir ağac, bir vaxt görəcək burulu şəhidlər xiyabı. Doğru. Hamınız sağ olun, mən də sizə təşəkkür edirəm. Təşəkkürlər. Allah şümayəniz olsun.